Təsəvvür et, bir səhər dünya oyanır və başlıqlar belədir. ABŞ İranı vurdu, Çin Tayvan boğazını ələ keçirdi, Rusiya Polşa sərhədinə girib, İsrail Tehrana raket attı, Türkiyə boğazları bağladı və dünya artıq əvvəlki dünya deyil. 6 güc, 6 fərqli tarix, ideologiya və maraq bir savaşda toqquşur. İndi gözlərini yum və bu dəhşətli ssenarini bizimlə birlikdə düşün. Amerika Birləşmiş Ştatları dollarla, Hollywoodla, silahla dünyanı yönəldən imperator. 800-dən çox xarici hərbi baza, ən qabaqcıl texnologiya, ən böyük nüvə donanması, amma içdən çürüyən bir sistem, irqçilik, iqtisadi bərabərsizlik, sosial parçalanma. Çin, susqun nəhəng, səbirlə irəliləyən, texnologiyada sıçrayan, sükutla dünyanı satın alan bir imperiya. Ancaq demokratiyanın olmaması, azad sözün əskikliyi, içəridə təzyiq, çöldə iddia. Rusiya, sərt qışların və sərt liderlərin ölkəsi. Tarix boyu istilalara dözmüş, amma daim ekspansiyaya meyilli, nüvə arsenalında lider. Amma gənc nəsil qərbə baxır, yaşlı liderlər isə keçmişin xəyalı ilə yaşayır. Türkiyə, tarixin içindən çıxmış bir iradə. Bir tərəfi NATO, bir tərəfi Türk İslam dünyası. Strateji mövqeyi, boğazları, hava gücü, bunlar onu kilit ölkəyə çevirir. Amma daxildəki siyasi gərginliklər, iqtisadi çətinliklər onun gücünü sınağa çəkir. İran, inanc və ideologiya ilə yaşayan bir dövlət, yaxın şərqdə öz şəbəkəsi ilə hərəkət edir. Hizbullah, Husilər, Haçdi, Şabi. Amma xalqı illərdir sanksiyalar altında əzilir. Daxili etirazlar, dəyişiklik arzusu içdən yanır, çöldə partlayır. İsrail, dünyanın ən kiçik, amma ən qorxulan güclərindən biri. Mossad hava gücü, start-up texnologiyası, ABŞ-ın ən yaxın müttəfiqi, amma ətrafında onu sevməyən milyonlarla insan. Savaş bir anda başlamır, yavaş-yavaş, səssizcə alınmaz. İran-İsrail arasında başlayan raket mübadiləsi, Suriya, Livan, İraq tamamilə alova qərq olur. ABŞ yaxın şərqdəki bazalarını aktivləşdirir, İran isə bütün qruplarını hərəkətə gətirir. Dünya biraz daha qaralır. Boğazlar bağlanır, okeanlar qarşılaşır. Türkiyə qərar verir. Çanaqqala və İstanbul boğazları NATO donanmasına bağlanır. Bu ABŞ üçün açıq bir mesajdır. Eyni anda Çin Sakit Okeanda hərbi donanmasını Tayvana qarşı yönəldir. ABŞ cavab verir. Filippin, Yaponiya, Avustraliya hər bir tərəf seçməyə məcbur qalır. Nüvə gölgəsi yer üzərinə düşür. Moskva və Vaşinqton arasında gərginlik zirvədədir. Hər iki tərəf xəbərdarlıq edir. Əgər birinci atış sizdə olarsa, cavabı dünya görəcək. İnsanlıq 1945-dən bu yana ilk dəfə yenidən nüvə savaşının astanasındadır. Eyni anda iqtisadiyyat çökür, dollar artıq güvənli valyuta deyil, enerji bazarları alt-üst olur. Psixoloji məhviyyət başlayır, Rusiya daxilində qiyamlar başlayır, gənclər savaşı rədd edir, İranda xalq küçələrdədir, ABŞ-da insanlar hökuməti sorğulamağa başlayır. Türkiyə daxilində siyasi fraksiyalar arasında daxili mübarizə alovlanır və bütün bəşəriyyət televizora baxaraq ölməyin gəldiyini hiss edir. Savaşın ağır sonuçları. Bu savaşda qalib yoxdur. İsrail tamamilə dağıdılmış, şəhərlərlə baş-başa. İran liderlərini itirib, xalqını itirib, gələcəyini itirib. Çin və ABŞ, iqtisadi iflas, sosial anarxiya. Rusiya, federasiya artıq federasiya deyil. Türkiyə yaralı, amma hələ ayıq. Qan, darıntı, yetim uşaqlar, boş küçələr. Duyğusal və dini olaraq. Əgər bugün silah tutan əllər, sabah körpə əllər tutacaqsa, biz nəyin uğrunda bu qədər insanı itiririk?
Qurani Kərim deyir: "Fitnə öldürməkdən də betərdir." Əl-Bəqərə 191. Bəzən savaşmamaq, savaşmaqdan daha böyük cəsarət istəyir. Dua edənlər, sülh üçün çalışanlar, bu dünyanın son ümidi sizsiniz. Əgər bu videodakı fikirlər səni düşündürdüsə, abunə ol, paylaş, şərh yaz. Çünki biz bu videonu sadəcə izlənmək üçün yox, bir mesaj, bir duyğu, bir oyadıcı səs kimi hazırladıq. Unutma, sülh insan qəlbi dəyişəndə başlayır. Silahlar susanda deyil. Salamat qalın.